Dini baxımdan baxıram elə şeylərə. Mən özüm məsəl üçün istəyirəm ki, mənim evlənəcəyim qadın, yəni həyat yoldaşım, mənim ailəmlə bir yerdə qalsın. Mənə necə baxırsa, yəni o da məni dünyaya gətirən anadır, ona da elə baxsın. Bizim mədəni kodların insanlara yeritdiyi ən böyük güc kölə kimi yetişdirməkdir. Əgər mən bir partnyor seçirəmsə ailə həyatı üçün, mən mütləq kölə seçməliyəm ki, o bütün həyatının missiyasını ancaq mənə və ailə üzvlərimə xidmətdə özünü göstərsin. O fağır olmalıdır, o çox danışmamalıdır, səsini qaldırmamalıdır, etiraz etməməlidir, öz sözünü deməməlidir. Çünki mənim ailə üzvlərim var, mənim valideynlərim var, onlar mənim başımın tacıdır və bununla da belə mən bunu qəbul edirəm ki, mən özüm sərbəst qərar verə bilmirəm, mən onlardan ayrıla bilmirəm. Bir-birimizə şəxsiyyət kimi deyil, insan kimi deyil, funksiya kimi baxmağı bizi vadar edirlər. Nəyə görə mən özüm bu seçimi edərkən özümə razılıq verirəm ki, kiminsə egosunu mən doydurum. Çünki bu ən güclü ego doydurma mexanizmlarından biridir. Elə bir manipulativ şəkildə bunu o qədər gözəl bir şəkildə sizə təqdim edəcəklər ki, sizin öz istəkləriniz, öz maraqlarınız, öz rəngli həyatınız olmasın. Siz ancaq hər gün səhər durub düşünəsiniz ki, mən bu gün nə edə bilərəm ki, ancaq və ancaq mən kiminsə egosunu doydurmaq üçün mən xidmət göstərim. Və biz artıq öz daxili özgüvənimiz, mental sağlamlığımız, fiziki sağlamlığımız, ümumi kompleksli şəkildə özümüzü sistem kimi baxandan sonra, özümüzü inkişaf etdirəndən sonra, ego inkişaf mərhələmizi inkişaf etdirəndən sonra biz özümüz artıq elə bir səviyyəyə çatacağıq ki, heç kimin artıq ixtiyarı olmayacaq ki, bizə söyləsin ki, gəl bizə kölə kimi xidmət elə.